Xalq artisti Əli Nur və əməkdar artistlər Mehriban Xanlarova ilə Məsmə Aslanqızı Azərbaycanın milli qəhrəmanı şəhid general Polad Həşimovun evində qonaq olublar. Bu haqda Mehriban Xanlarova sosial şəbəkədə paylaşım eləyib. O, birlikdə çəkilən şəkillərini sosial şəbəkədə paylaşaraq bunları yazıb. Səmaya ana, Allah sizi böyüklükdən əsirgənməsin. O müqəddəs ocaqda qonaq olmaq bizim üçün böyük şərəfdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qeyd eləyək ki, Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xəttdə qəhrəmancasına şəhid olub. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generaldır.